İndi Yaşar söyür, çıxıb belə şeylər deyir, aydındır. Subhanallah, yeganə yer üzündə bəlkə də müsəlmandır ki, adam onun hidayət olmasını istəmir. Təsəvvür edirsən? Yəni, qoy elə də qalsın, yəni. Qoy, bax, belə deyə ölsün. Bəlkə də yeganə müsəlmandır ki, adam ona hidayət olmasını istəmir. Çünki belə adamdır. O söz var, Emil, əl demək olmaz. Hə, əl demək olmaz ona qardaş. Qoy danışsın, qoy söysün, eybi yox. Məlumdur, hamı bilir. Allah subhanahu wa ta'ala islah eləsin. Hər bir halda cavab nədir? Söyüşə cavab verə bilmirəm. Yaraşmır bizə. O, orada bir məsələ barəsində deyir mənim haqqımda. Qardaşlar qulaq asırlar da. Orada mənim haqqımda belə sözlər deyir. Bismillah. Güya mən özümü dartıram. Məsələn, yazmışdım da. Təkəbbür aparıram özümü. Dəvətdə özümü nömrə 1 hesab edirəm. Məndən yoxdur. Mən bir nömrəyəm. Mən tonlarla kitab oxumuşam. Mən sizi bağlayaram. Bu kimi şeylər deməyir mənim haqqımda. Nə bilim, deyəsən, bu çamadanın ağzı açılıb ona. Nəsə də kimsə pul verir, dünya söhbətidir mənə. Deyəsən, yenə mənə şeyləyirlər, başlayıb danışmağa. Bu kimi şeylər yoxdur. Nə bilim, filan qədər kitab oxumuşam, filan yerdə demişəm ki, hamınız məndən aşağısınız. İndi orada deyir də sözlərini yadından çıxıb. Orada sözlər var, mənim haqqında dediyi. Mən buna belə cavab verirəm. Əgər o dediyi sözlər mənim haqqında düzdürsə, mən elə sözlər demişəmsə, nə vaxtsa, kiməsə, birinci Allahın, ikinci mələklərin, üçüncü yer üzündə olan bütün insanların ona lənət olsun. Əgər mən belə söz demişəmsə. Yox, əgər o yalan deyirsə, iftira, yalan deyirsə, qoy Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun. Mən əmin deyirəm, Allahümmə. Desin əmin, lazım deyil YouTube'da ekran demək, özü-özündə desin əmin, sonra baxarıq inşallah. Hətta vallahi mən deyirəm, hamımızın övladı var, demir. Balası var, hamımızın, Yaşarın da mənim də, hamımızın. Allah subhanahu wa ta'ala hamısını salihlərdə eləsin. Əgər mən o sözləri demişəmsə, hardasa, kiməsə, Allah ta'ala o insanın övladlarını öldürsün, sevimli balasını öldürsün. Yox, əgər deməmişəmsə, iddia edən, yalan deyirsə, qoy onun övladlarını öldürsün. Yəni, bundan artıq nə deyə bilərəm, Emil? Başa sala bilirəm, əxi. Bundan artıq insan nə deyə bilər?